Azərbaycanın Cənubi Qafqazda yürütdüyü uğurlu siyasət müsbət dəyərləndirilir. Ələxüsus, Avropa İttifaqı Azərbaycanın regional və geosiyasi əhəmiyyətini qəbul edir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşməsi, eləcə də bir çox sahələr üzrə aparılan müzakirələr Azərbaycan-Avropa İttifaqı əlaqələrində dönüş nöqtəsi kimi qiymətləndirilir. Heç şübhəsiz ki, Azərbaycanın Cənubi Qafqazda artan rolu da qeyd olunmalıdır. Məhz bu baxımdan da Avropa İttifaqı Azərbaycanın qlobal miqyasdakı əhəmiyyətini görür. Bu isə Avropa İttifaqına əvvəl mövcud olmuş stereotiplərdən və yanaşmalardan geri çəkilməyə imkan verir. Xüsusilə Avropa İttifaqının Azərbaycanın 30 illik işğala son qoymaqla regionda yaratdığı yeni geosiyasi reallıqların əhəmiyyətini görməsini və yeni status quo-nun yaratdığı üstünlüklərə uyğun əməkdaşlıq təklif etmək niyyətini göstərir. Biz zaman-zaman ikitərəfli münasibətlərdə ikili standartlar, stereotiplərlə dolu məqamların şahidi olduq ki, artıq bu səhifənin tamamilə qapanması, münasibətlərdə dönüş yaranmasının tam zamanıdır. Çünki Azərbaycan malik olduğu həm iqtisadi enerji resursları ilə, həm də coğrafi vəziyyətinin üstünlüklərindən irəli gələrək nəqliyyat logistika sahəsində təklif etdiyi əməkdaşlıqla özünü etibarlı tərəfdaş kimi göstərmişdir. Bugün Azərbaycan dövləti həm iqtisadi qüdrəti, həm də geosiyasi nüfuzu ilə Avropanın diqqət mərkəzindədir. Xüsusilə bu qitənin etibarlı enerji tərəfdaşı olmaqla öz mövqelərini və etibarını hər gün daha da möhkəmlədir. Artıq ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın Xəzər dənizi, Qaradəniz regionunda oynadığı rolu Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yerini yüksək qiymətləndirir. Həmçinin Azərbaycan Avropanın 10 ölkəsinə qaz verir və Avropada təchizatın coğrafiyasına görə birinci yerdədir. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentlərindən biridir. Deməli, Azərbaycan Avropa İttifaqının enerji milli təhlükəsizliyinin təmin olunmasında mühüm rola, vacib rola malikdir. Eyni zamanda biz Avropa İttifaqının Orta Asiya dövlətləri ilə və Çinlə münasibətlərini intensivləşdirmək niyyətini görürük. Bir neçə həftə öncə Səmərqənddə Avropa İttifaqının Orta Asiya dövlətlərinin samiti baş tutdu və orada qəbul edilən sənəddə 2030-cu ilə qədər ticarət, iqtisadi münasibətlərin intensivləşdirilməsi məsələsi vurğulandı. Hətta Transxəzər marşrutunun əhəmiyyəti vurğulandı və burada da Azərbaycanın yaratdığı o logistik imkanlar və malik olduğu coğrafi mövqenin üstünlüklərindən bəhrələnmək məsələsi təbii ki, gündəmdədir. Bütün bunlar onu deməyə əsas verir ki, malik olunan resurslardan istifadə etməklə Avropa İttifaqı və Azərbaycan öz əməkdaşlığında yeni səhifə açır. Bir sözlə, çağdaş dünyada Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunması ölkəmizə yeni iqtisadi və siyasi dividendlər gətirir. Eyni zamanda strateji tərəfdaşlıq üzərində qurulmuş bu əlaqələr bir çox dövlətlərin maraqlarını təmin edir və qaz sahəsində həmçinin geniş miqyaslı regional əməkdaşlığa da güclü təkan verir.